Bu videoda sizə şəfa dolu bir qarışımdan danışacağım. Bu qarışım yulaf suyudur. Zəngin tərkibi sayəsində bir çox xəstəliklərin müalicəsinə kömək edir. Daxili orqanların işini normallaşmasını dəstəkləyir. Bu kimi videoların davamını görmək istəyirsinizsə, videonu sonacan izləyin. Bəyənib abunə olun. Ən əsası isə zınqrov işarəsini açmağı unutmayın. Artıq yağların əriməsini sürətləndirir. Ürək-damar sistemini qoruyur. Pis xolesterinin səviyyəsini aşağı salır. Həzm prosesini yaxşılaşdırır. Yulaf suyu orqanizm üçün vacib olan mikroelementlərlə də zəngindir. Kalsium sümüklərin və dişlərin həm möhkəmlənməsində, həm də inkişafında xeyirlidir. Eyni zamanda ürəyin və əzələlərin sağlamlığına xidmət edir. Maqnium sinir impulslarının hərəkətlərini sürətləndirir. Pozulmuş yuxu rejimini bərpa edir. Yulaf suyundakı mikroelementlər sümüklərin yaranmasında və bərpasında olduqca vacibdir. İmmuniteti möhkəmləndirir, damarları təmizləyir, toxumaların sağlamlığını dəstəkləyir. Mütəmadi olaraq qəbul edilən yulaf suyu orqanizmin zərərli maddələrdən təmizlənməsinə, metabolizmanın sürətlənməsinə, dərinin təravətlənməsinə səbəb olur. Eyni zamanda yulaf suyu bəzi xəstəlikləri ya müalicə edir, ya da simptomları azaldır. Artıq çəkidən yaxa qurtarmaq üçün yulaf suyu ən yaxşı köməkçidir. Yağları əridir, toksinləri və zərərli maddələri orqanizmdən atır. Yeməkdən sonra ağırlaşmaq, mədədə yanma, köp və ishal zamanı. Yulaf suyu bağırsaqdakı yad mikroorqanizmlərin xaric edilməsini sürətləndirir. Ümumiyyətlə, bağırsaqların elastikliyi, təmizliyi və sağlam işləməsi üçün yulaf suyu insana olduqca vacibdir. Gündə cəmi 1 stəkan yulaf suyu bəs edər. Böyrəklərə faydası. Yulaf suyu sidik qovucu xüsusiyyətə malikdir. Mütəmadi olaraq içilməsi böyrəklərdə daş və ya qum əmələ gəlməsinin qarşısını alır, sidik yollarını təmizləyir. Səhərlər yuxudan duranda gözlərinizin altında şişkinliklər, o cümlədən sistitin müalicəsində və profilaktikasında da yulaf suyunun istifadəsi tövsiyə edilir. Qeyd edim ki, sistit sidik kisəsinin bakterial mənşəli xəstəliyidir. Sistit zamanı sidiyə getmə ağrılı və əzablı olur. Yeməkdən sonra içilən 100 ml yulaf suyu böyrəklərin sağlamlığını qoruyur. Qastrit və pankreatit zamanı. Mədənin soyuqlaması ciddi pəhriz tələb edən vəziyyətdir. Bu vaxt acı, qazlı, qızarmış, yağlı, quru yeməklərin və içkilərin qəbulu qadağandır. Yulaf suyu soyuq dəyməni azaldır. Tərkibindəki vitaminlər və mikroelementlər isə toxumaların bərpasını sürətləndirir. Bunun üçün yarım stəkan yulaf suyunu yeməkdən sonra ilıq halda içmək lazımdır. Mədəaltı vəzi soyuqlayanda da yulaf suyu əl altında olsa daha yaxşıdır. Kəskin pankreatit zamanı bir sutka ac olmaq mütləqdir. Ertəsi gün isə ciddi pəhriz başlayır. Yulaf suyu pəhrizə daxil edilməlidir. Beləcə mədəaltı vəzi gücə düşmür. Mədə xorası zamanı simptomların azalması və xəstəliyin tezliklə sona çatması üçün də yulaf suyu faydalıdır. Faydalı məlumatlar üçün mənim kanalıma abunə olub, şərh yazmağı unutmayın. Bu videoda da bu qədər. İzlədiyiniz üçün təşəkkürlər.